İzləyicilərimiz nur yağır göydən, fəaliyyətdəyik. Bir dənə yağış yağışı gəl görəsən, Xırdalanda mərkəzi yerdə, piyada masazır dairəsində 1 dəqiqəlik məsafədə, məktəb yanında, bağça yanında, bu qapının digər tərəfi, evin çöl qapısının digər tərəfi məktəbdir, yanında bağçadır. Hər şəraiti var. 2 sotun içərisində, hətta deyərdim ki, 2 sot, 3 sotun içərisindədir, bax belə. Bir dənə şəxsi tikili ev tapmışam, 2 dənə padvalı var. Bax, biri orada, biri burada. Gül, ağac əkmək üçün yer. Qoşa daş, tam təmir, yerlər isti döşəmə. Qardaşı, sizsin, yağışlı havada bir dənə möhtəşəm ev tapıb ki, gəl görəsən. Gəl içəriyə doğru. Bir dənə də darvazası var, rahat həyətə maşın, 2 maşın daxil ola bilir. Rahatçılıqla. Yerdən 1, 2, 3, 4, 5 daş kürsülü. 5 daş. Göstər bir dənə, qəşəng, geniş, səliqəli həyəti var. Gəl içəriyə doğru. Hə, bir də nəzərini çatdırmış, bir dənə göstər buranı. Bu arka gördüyünüz yer, ayaqqabılarınızı burada soyunub içəri daxil ola bilərsiniz. Evə daxil olmuşuq, möhtəşəm bir dənə evdir. Dəhlizi, bax bir dənə mətbəxə bax. Mətbəx belə olmalıdır. Geniş, səliqəli. Burada qoşadaşdır, 40 sm divarlar. Pəncərəsi, baba göstər bir dənə pəncərəsindən. Pəncərəsindən evin həyəti. Yəni sən bugünkü Xırdalan bazarında qəşəng ev axtarırsansa, mərkəzi yerdə ev axtarırsansa, sənə bu evi elə bir qiymətə deyəcəm ki, özün də çaşbaş görürsən ki, qardaşım, bu nə qiymətdir dedim mənə. Gəl bura. Hamamı sanuzeldir. Göstər. Ayrı-ayrıdır. Hamam otağı oradadır. Ayaqqabısı buradadır. Aksesuarlar hər biri quraşdırılıb. Burada uşaq yataq otağı göstər. Pəncərəsinin raşotkasına kimi hazırdır. Gəl bura. Sən ala bir dənə yataq otağının genişliyinə bax. İstilik sistemi kombi. Pəncərənin yediyin buranın da raşotkası. Qoşa daş. Tam təmir və buna bax bir dənə diqqətlə heç nə demirəm. Gəl. Yəni mən buna deyərəm, əsl qonaq otağı. Əsl qonaq otağı budur ki, sənin evinə gələn qonaq deyir ki, ay maşallah, bu adamın evin qonaq otağı nə qoydur? Geniş səliqə. Qiymət 89.000 manata. Təklif edilən qiymət, sən real alırsansa əgər, gəlirsən yerində danışırıq. Yerində, evin həyətində oturub bir dənə çay içirik, söhbət edirik səndən şirin-şirin. Özünüzdən müqayət olun, zəng edin, daha ətraflı məlumat alın. Xırdalanda hər cür evimiz var. Bina evi, həyət evi, nə bilim, apartman, nə istəyirsən varımızdır. Torpağından tutmuş daşına qədər. Sağ olun, salamat qalın.